keyfiyyətlər dayanır. Hər insan birliyi yarada bilərmi, birliyi qura bilərmi? Bax, hansı insanlar birliyi yaradıb qura bilər? Yəni, birlik nə deməkdir? Gəlin bu haqda söyləyək görək, nə deməkdir birlik? Uşaqların hamısı bilir ki, hər hansısa bir oyunu oynadıqda, yaxud bir işi gördükdə, hətta dərslərinə belə hazırlaşdıqda özlərinə yoldaşlar axtarırlar. Çünki yoldaşlarla, dostlarla işi birlikdə gördükdə həm maraqlı, həm də keyfiyyətli olur. Məhəllədəki dostlar, yoldaşlar oynamaq, şənləmək üçün lazımdır. Ancaq məktəb sinif yoldaşları isə başqa bir məktəb üçün daha vacibdir. Məktəb sinif yoldaşları eyni bir məqsəd uğrunda yaxşı oxumaq, gəzə xoşbəxt həyat uğrunda mübarizə aparırlar. Odur ki, onlar daha yaxın olurlar. Hər kəs müəyyən işdə işləyərkən dostlarına, yoldaşlarına güvənir. İşin çətinlikləri onu qorxur. Böyüdükcə uşaqlar dərk edirlər ki, dostlarla, yoldaşlarla insan özünü daha güclü, qorxmaz hiss edir. Onlar təcrübələrindən başa düşürlər ki, güc birlikdədir. Dostların, yoldaşların bir olmasındadır. Yoldaşlıqda, dostluqda hər bir kəs özünü daha güclü hiss edir. Millət də bir olduqda, əsr birlik nümunəsi göstərdikdə inkişaf edir və uğurlar qazanır. Ona görə də birlik, birləşmək bizim əsas məqsədimiz olmalıdır. Yaxşı uşaqlar. İndi isə uşaqlar, gəlin mətnə baxaq. Görək həmin şeirdə hansı açar sözlər işlədir? Açar sözlərimiz kim deyər? Kim deyər? Desin görək Kənan. Bu şeirdə ünvan və ana əsas sözlər işlənmişdir. Ünvan sözünün mənası nədir? Ünvan sözünün mənası. Emil? Ünvan sözünün mənası, yəni dənizlərin Böyük, dənizlər, okeanlar. Bəs ana sözünün mənası nədir? Ana sözünün mənası? Aqil. Aqil. Amal, arzu, istək deməkdir. Yaxşı. Uşaqlar, indi gəlin həmin bu şeirdən bir bəndi götürək və həmin bəndi dil qaydalarına uyğun təhlil edək. Götürək 4-cü bəndi. Tapın görək 4-cü bəndi. Tapdınız. Demə oxu görək 4-cü bənd qızım. Toplardan titrəməsin, meşə, yamac, dağ, dəniz, xor oxuyaq titrətsin, qoy dünyanı nəğməmiz. Yaxşı. Uşaqlar, bax bu bənddə ahəng qanuna tabi olmayan sözü tapaq. Həsən, bax. 4-cü bənddə dünyanın sözü ahəng qanuna tabi olmayan sözdür. Yaxşı. Kim deyər? Bax, ahəng qanunu nəyə deyilir? Ahəng qanunu nəyə deyilir? Ahəng qanunu. Nərgiz buyursun. Sözdə eyni cinsi saatlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Ay, sağ ol. Bəs ahəng qanuna tabi olmayan sözlər nəyə deyilir? Sarı buyur qızım. Sözdə həm qalın, həm də indi saatlər işlənərsə, belə sözlər ahəng qanuna Ay, tabi sağ olur. ol. Bəs ahəng qanuna tabi olan sözlər? Elcan? Ahəng qanuna tabi olan sözlər sözdə qalın və yaxud yalnız incə saatlər olarsa, belə sözlərə ahəng qanuna Yaxşı, doğrudur. Bəndəki birinci cümlədə neçə mübtədə var? Tapaq bəndəki birinci cümləni. Leyla? Bəndəki birinci cümlədə 4 mübtədə var. Hansılar qızım? Meşə, yamac, dağ, dəniz. Yaxşı, mübtədə nəyə deyilir? Mübtədə nəyə deyilir? Nəyə deyilir? Fərid? Mübtədə cümlədə nəyin və ya kimin haqqında danışıldığını bildirir. Bəli, mübtədə cümlədə kim və ya nəyin haqqında danışıldığını bildirir. Bu cümlədə ikinci dərəcəli üzvü tapaq. Bu cümlədə ikinci dərəcəli üzvü tapaq. Babək. Bu cümlədə ikinci dərəcəli üst toplardan sözdür. Yaxşı. Cümlənin ikinci dərəcəli üzvləri hansılardır? Cümlənin ikinci dərəcəli üzvləri. Kənan. Cümlənin ikinci dərəcəli üzvləri aşağıdakılardır. Tamamlıq, təyin, zərfli. Hə, tamamlıq, zərfli. Yaxşı. İndi üçüncü və dördüncü misraları iki cümləyə ayıraq. Bu cümlələrin hansında mübtədə yoxdur? Bu cümlələrin hansında mübtədə? Tar səsini çıxmır səndən. Bir görək. Hə, bax, görmür. Bu cümlələrin hansında mübtədə yoxdur? Xor oxuyaq titrətsin. Yaxşı. Bəs həmin cümlənin mübtədəsini hansı sözlə əvəz edə bilərik? Həmin cümlənin mübtədəsini hansı sözlə əvəz edə bilərik? Emin səsi buyur çıxın. Emin buyur. Tap görək. Hansı söz əvəz etmək olar həmin cümlənin mübtədəsini? Səbinə? Sözdə biz sözü ilə əvəz etmək Sağ ol. Kim deyər? Biz hansı nitq hissəsinə aiddir? Biz hansı nitq hissəsidir? Kim deyər? Sevinç Allah var. Biz əvəzliksiniz. Yaxşı. Əvəzlik nəyə deyilir? Fərid? Əvəzlik bütün nitq hissələrini əvəz edən nitq hissəsinə deyilir. Doğru. Bütün nitqlərin əvəz edən nitq hissəsinə əvəzlik deyilir. Yaxşı uşaqlar. İndi gəlin işimizi qruplarla davam edək. Bugünkü açıq dərsimizdə mən sizi 4 qrupa bölmüşəm. Belə ki, dostluq qrupu,
amal qrupu, xor qrupu, bir də birliş qrupu. Uşaqlar, mən indi qrupları sizə təqdim etdikcə hər qrup lideri özü təqdim etsin. Məsələn, birliş qrupu. Həsəni Fərid. Xor qrupu. Allah eləsin. Amal qrupu. Məmmədzədə nə? Dostluq qrupu. Qrupda işə başlamazdan əvvəl mən sizdə qrupda işləmə faydasını tanış etmək istəyirəm. Bax, qrupda işləyərkən qrup üzvləri bir-birini dinləməli, bir-birinin fikrinə hörmətlə yanaşmaq lazımdır. El etmək lazımdır ki, qrupda işləyərkən heç bir qrup üzvü kənarda qalmasın. Sakitliyə rəayət edib, vaxt bölgüsündən düzgün və səmərəli istifadə etməyi bacarmalıdır. Birinci şirkot tarafı buyursun. Birlik nədir, onu necə başa düşürsən? Bu haqda esse yazın. Birlik insanların bir yerdə çalışmasıdır. Bir insan çətin bir işin öhdəsindən gələ bilmirsə, o dostlarının və yaxınlarının sayəsində həmin işin öhdəsindən asanlıqla gələ bilər. Bu haqda esse yazın. Birlik bir neçə insanın bir yerdə çalışmasıdır. İnsanların bir yerdə çalışması nəticəsində böyük kəndlər, şəhərlər salınır, yollar çəkilir, zavodlar, fabriklər tikilir. Xalqımız qədimdən indiyə qədər torpaqlarımızı düşmənlərdən birlikdən müdafiə edərək müstəqil Azərbaycan Respublikasını yaratmışdır. Müstəqil Azərbaycan Respublikasının daha da güclənməsi üçün xalqımız prezidentimizin ətrafında birləşərək torpaqlarımızı erməni işğalçılardan azad etməyə hazırlaşırlar.
Al qızıl nə deməkdir? Bu birləşmədəki sifətin əks mənalı sözlə əvəz edin və alınmış söz birləşməsinin mənasını izah edin. Al qızıl pambıq deməkdir. Bu al qızılın əksi qara qızıl, yəni neftdir. Al pambıq çox illik bitkidir. Amerikada, Asiyada, Avustraliyada, Afrikada bitən 35 növü vardır. İsti və işıq sevən bitkidir. Pambıq əsas texniki bitkidir. Dünya toxuyuculuq sahəsinin 50%-ni təşkil edir. Pambığın çiyirindən hazırlanan yağ yemək məhsullarında, sabun, gliserin, sürtçü yağlarının hazırlanmasında istifadə olunur. Tullantısından isə selüloz, lak, spirt hazırlanır. Vətəni Hindistandır. Azərbaycanda da yüksək səviyyədə inkişaf etdirilməkdədir. 1847-ci ildə neft mexaniki üsulla qazanmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1848-ci ildə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarının mexaniki üsulla qazanmış quyulardan sənaye əməliyyatlı neft alınmış. Həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başladı. 1859-cu ildə Bakıda ilk dəfə neftarıma və zalog qurğusu tikilir. Neftdən sintetik lif, kauçuk, plastik, kütlə yuyucu vasitələr, boyalar və s. istifadə olunur. Həmçinin yanacağı asfalt, vazelin, ağ neft, mazot, mühərrik yağları, naftalan və bir çox dərmanların tərkib hissələrini əldə etmək üçün neftdən istifadə olunur. Yaxşı uşaqlar, sağ olun. Gəlin alqışlar birinci qrupu. İkinci şimdi tutamızı. Verilmiş atalar sözlərindən birliyə aid olanını seçin. Nə üçün belə düşündüyünüzü açıqlayın. 1. Əmək qızıl bilərzikdir. 2. Dost dar gündə tanınar. 3. Ağıl qızıldır, fikir gümüş. 4. Güc birlikdədir. 5. Dahil sərvət yığar, aqil hikmət. 6. El bir olsa dağ oynadar yerindən. Mən bu atalar sözlərindən güc birlikdədir və el bir olsa dağ oynadar yerindən atalar sözlərinin birliyə aid olduğunu düşünürəm. Və mən güc birlikdədir atalar sözünü belə başa düşürəm ki, yəni ki, insan çətin bir işin öhdəsindən asanlıqla gələ bilmir. Yalnız o dostlarının, yaxınlarının köməyi vasitəsilə o həmin işi asanlıqla yerinə yetirə bilər. Və mən el bir olsa dağ oynadar yerindən atalar sözünü belə başa düşürəm ki, insan tək düşmənləri məhv edə bilməz. Yalnız onun qoşunu və ya komandası olsa, o asanlıqla düşmənləri məhv edər və 20 faiz işğal olunan torpaqlarımızı da geri ala bilərlər. Solo ifa ilə xor ifası arasında hansı fərqlər var? Solonun ifasında tək ifa olunur, xorun ifasında isə kollektiv şəkildə ifa olunur. Necə bəyəqsin qulaq astığımız sorular. Sol ifa, xor ifa. Keçərik. Gəlin alqışlar bu qrupuda. Sonraki işini tutaraq olur. Sol və xor arasındakı fərqi səs və göz dəstəsinin arasındakı fərqi ifadə edir. Sonra təş oxuda xoru bir yerdə oxular. Səs dəstəsi isə müxtəlif səslərin bir araya gəlməsindən yaranan şair dəstəsi. Nə üçün şair dostun mahnı oxuyursa, onun səsinə səs bir söyləyir. Yəni, siz yaxınınız, yəni hər hansısa bir dostunuz bir işə başlayıbsa, siz onu həvəsdən düşməyə qoymamalısınız. Hətta ona stimul verib həvəsləndirməlisiniz. Belə olduqda sizin dostunuz işini daha həvəsli görəcək. Olur belə bir şey yoldaşıva dostuna kömək eləsin, stimul verirsən ki, yəni o işinə qabağa geçsin, çəkiniz, aradan götürəbilsin. Olur belə bir şey. Ya, əvət düşünün, Allah nasıl var inşallah. Çalışın, hər zaman kömək əldə uzatmağa bacarmaq. Sonuncu qrup. Gəl. Ana bilfərindən birliyə öyrəndiyiniz bir hekayəni səhnələşdirin. İndi gəlin səhnəciyimizə baxaq. Bax, bu qrup səhnəcik hazırlayır. Baxaq, tamaşa edək səhnəciyimizə. Gözəl bir çəmənlikdə göyərçinlər uçuşurdu. Onların Alabaxta adında bir başçıları var